Məncə başlayalım. Yaxşı, ilk öncə hər birinizin axşamınız xeyir olsun. Bugünkü mövzumuz ədəbiyyatdan Nizam Gəncəvinin Sultan Səncər və Qarı mənzum hekayəsidir. Bir də Əfsaləddin Xəqani Şirvaninin gənclərə nəsihət əsərlərini götürmüşük bugün üçün. İlk öncə onu qeyd edək ki, əsərlər baxmayaraq ki, neçə əsr bundan öncə yazılıblar, amma bugün üçün də hələ də oxunaqlıdırlar. Yəni müasir olduğumuz dövrdə də həm keçirilir, həm öyrədilir, həm də əxlaqi tərəfdən hər birimiz üçün gərəkli olan əsərlərdir. Ekran paylaşımı edib, yəni görsəniz mənə ekranı gördükdə deyərsiniz. Demək, İmaşemin vəsaiti üzərində başlayacağıq. Çünki daha aydın şəkildə düşən hissə burada tapdım. Buradan başlayaq. Demək, ilk öncə başlayaq Xəqani Şirvaninin Gənclərə Nəsihət əsərindən. Bilirik ki, açaq. Demək, Gənclərə Nəsihət. İlk öncə başlayaq. Lirik növdədir əsərimiz. Yəqin ki, onu bilirik. Və vəzn olaraq əruz vəznində yazılmışdır. Fars dilində qələmə alınmışdır Gənclərə Nəsihət əsəri və dilimizə tərcümə olunmuşdur. Şair beytlər şəklində qələmə almışdır qəzəli. İlk öncə bilirik ki, əruz vəznindədirsə daha çox beyt formasında olur. İkili formadadır, şeir şəkli, yəni baxırıq qafiyələnməsinə AA, BB, CC şəklində məsnəvi formasında qafiyələnmişdir. Keçid alaq artıq məzmununa. Demək, ümumiyyətlə şeir haqqında məlumatlıyıq, eləmi? Bəli, müəllim. Bəli, məlumatımız var. Görək nə ilə başlayır? Deyir, fitnə törətmə ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Deyirik ki, fitnəkar gəncə müraciətlə başlayır və fitnə elləri dərdə salan bir bəla kimi göstərilir. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarimar. Yəni, nə qədər insan etibarlıq, vəfalıq insana dərman olsa da, gərəkli olsa da, ancaq bir insan əgər fitnəkardırsa, yəni onun xislətində, xasiyyətində bir fitnəkarlıq varsa, o zaman onun həm vəfasını, həm etibarını darmadağın eləyər. Hiylə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Nifaq xəstəsisən nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Burada hiləni nəyə bənzədir? Bax, burada bir bənzətməmiz var. Düzdür? Nəyə bənzətdir hiləni? Hiləni nəyə bənzədir? Oğurluğa bənzədir. Necə ki, deyir, oğurluğun əvvəli xoşdur. Oğurluqdur. Bəli, oğurluğa bənzədir. Və deyir ki, necə ki, oğurluğun əvvəli xoşdur. Yəni, ilk öncə insan nəsə əldə eləyəndə onun üçün xoş gəlir. Amma axırda nə olur? Oğrular öz əcəlini, belə deyək, tapır və yaxud da cəzasını tapırlar və oğrunun əli sonda kəsilir. Eynilə hiləni oğurluğa bənzədir. Və deyir, sən nə qədər ki, deyir, nifaq xəstəsisən, o zaman hər zaman neynəyəcəksən? Əlac görəcəksən. Vəfa küçəsində ev tut yəqin bil, vəfa mənzilidir ən yaxşı mənzil. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm, olma bivəfa. Demək, neynir? Şair nəyi vəsiyyət eləyir? Nəyi vəsiyyət eləyir? Deyir, vəsiyyət edirəm ki, olma, bivəfa olma da, Bivəfa yəni. olmamağı və deyir ki, vəfa küçəsində ev tut. Yəni, bir növ necə insan olmalısan? Vəfalı olmalısan, hər zaman vəfalı olmalısan. Bəli. Və ən yaxşı mənzil olaraq nəyə adlandırır? Vəfanı ən yaxşı mənzil Vəfa adlandırır. mənzili. Və deyir ki, bugün kimsədə vəfa yoxdursa, neynə? Bax, götürək ki, deyir, heç kimdə bugün vəfa yoxdur. Neynəmək lazımdır? Sən də deyir, vəfasız ol, yoxsa sən eynilə vəfalı olmağa davam etməlisən. Deyir, bivəfa olma, yəni vəfalı ol sən. Yəni, vəsiyyət Bəli, edirəm ki, olsa, bivəfa ol. yəni, bəli, kimsədə deyir, ətrafında
əgər vəfalı insan olmasa belə, amma sənə vəsiyyətim nədir? Bivəfa olma, Olma bir vəsiyyət vəfa. edirəm. Bəli, heç zaman sən bivəfa olma, vəfasız olma. Artıq bu hissədən sonra başlayır dostluq haqqında olan fikirləri. Deyir, çalış az dostluq et. Etsən də əgər dostluqda möhkəm ol, sözdə mötəbər. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. Niyə Neynir Azərbaycan şair? dili? Necə? Nədir şair? Deyir ki, çoxlu dostunuz olsun, yoxsa az dostluq etmək lazımdır? Hə? Nəyi Deyir ki, məsləhət az, bilir? deyir ki, az dostluq et, amma möhkəm ol da dostluqda yəni. Bəli, dostluqda deyir az dostluğun olsun. Çalış deyir, yəni çox dost insana gərəkli deyil bir sözlə. Yəni hər kəsdən insana dost ola bilməz. Çalış ki, deyir az dostluq Hə, et, amma dostluqda necə olmalısan? Möhkəm olmalısan, möhkəm. sözünün üzərində duran olmalısan. Dostu qovanları deyir heç zaman yanına alma. Kim ki öz dostuna xəyanət eləyibdir, onu özündən kənarlaşdırıbdır, heç zaman o insana arxa dayaq olma. Yoxsa deyir sənin bu əhvalına, bu halına neyniyər? Gözün ağlar. Yəni axırda neyniyəcəksən? Əgər dostluq edə bilməyən bir insanla dostluq etsən, o zaman peşmançılıq yaşayacaqsan bir sözlə. Sonra deyir ki, dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Dost müttəhim edib kimi etsə rədd, qardaşın olsa da önünə sədd çək. Baxın burada, diqqətli ola. Deyir, dostun əgər haqsız yerə yox ha, baxın, haqlı yerə. Əgər haqlı yerə sənin dostun deyir birini vurarsa, demək ki, o insan necə bir insandır? Hə? Layiqdir də, Bəli, layiqdir. demək ki, Yəni o bu zaman. layiqdir də, yəni bu dostunun bu cəzasına layiqdir. Sən o insana havadar çıxma, yəni onun tərəfini tutma. Əgər sənin deyir dostun kimisə deyir, belə deyək, müttəhim eləsə, kimisə cəzalandırmaq istəsə, əgər onu rədd etsə, əgər o insan sənin qardaşın belə olsa, dostunun müttəhim etdiyi insan, neynəməlisən? Qardaşın belə olsa, sən o insanla əlaqəni kəsməlisən. Yəni o qədər dostluğu möhkəm tutur ki, bir nə söz, dostu insan necə seçməlidir? Bir növ özünə yaxın, ikinci mənliyi kimi seçməlidir. Özün necəsənsə, dostun da elə olmalıdır. Yəni qardaşdan da irəli olmalıdır deyir sənin dostun. Əgər yaxşı dostdan söhbət gedir, əlbəttə ki, bax az dostluq etmək, özünə yaraşan bir dostu tapmaqdan söhbət gedir. Yəni o insan əgər kimisə müttəhim eləyib günahlandırırsa, demək ki, o buna layiq birisidir. Əgər sənin o qardaşın olsa belə, sən onun önünə nə etməlisən? Səddi çəkməlisən. Qırsa bir budağı dost hirslənərək, o cənnət ağacı olsa da əl çək. Dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atma sən. Demək, burada da artıq yenə də dostluqdan danışır. Deyir, əgər sənin dostun hirslənib, bir cənnət ağacı var, onu qırdı. Belə deyək də, bir ağacı qırdı. Əgər o cənnət ağacı olsa, belə deyək, onu qorumalıyıq, yoxsa nə etməliyik o cənnət ağacında? Əl Hə? çək deyir. Bəli, ondan da əl çəkməliyik deyir. Axı bunu belə deyək də, bizim dostumun qərarıdır. Dostluğu o qədər yüksək qiymətləndirir. Dostunun əkdiyi gül deyir, əgər dönüb tikan olarsa, nə etmə onu? Hə? Onu elə tikan kimi qəbul elə də. Yəni onu sənin dostun əkibdir. Onu atma sən. Bəli, onu atmalı deyilsən. Artıq burada yenədən bu hissədən sonra demək olar ki, başlayır yenidən digər öz ümumi nəsihətlərini verməyə. Haqq yolunda çalış o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Deyir, o qədər haqq işi ilə məşğul ol ki, haqq yolunda çalış ki, haqlı işlər gör ki, sən əmin olasan ki, haqqın özü nə olub? Səndən razı qalıbdır. Razı Yəni, qal. bəli. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Nədir? Bax, burada kiçik adam deyəndə sizcə nəyi demək istəyir? Kiçik adam deyəndə nəyi nəzərdə tutur? Uşaqları nəzərdə tutur. Hə, başqa nəyi nəzərdə tuta bilər? Bir kiçik adama deyir nəvaziş etsən, sənin böyüklüyün əlindən getməz. Qayğı kiməsə bu Yəni zəif hə, adama da, yəni necə deyim, pulsuz ya da bəli, belə deyək də ehtiyacı olan bir insana.
Bəli, demək olar ki, maddi vəziyyəti biraz aşağı olan insana, səndən nüfuzuna görə aşağı olan bir insana sən əgər deyir qayğı göstərsən, yəni o sənin böyüklüyünə, o sənin şanına, şöhrətinə xələl gətirməz. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Sən onu övdükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Daha boyun qoymaz işə xidmətə, lovğalar yabançı olur hörmətə. Nə deyir burada? Birinci aydınlıq gətirin siz, sonra mən izahını verim. Nə demək istəyir bu Deyir ki, yəni o hissələrdə? səni tərifləsə də sən onun tərifinə aldanma. Aha. Deyir ki, sən onu nə qədər ki öyürsən, yəni tərifləyirsən, o lovğalanır sonra artıq. Hı hı. Sonra da deyir ki, özünü yoldaş yox, əmioğlu sanar. Yəni özünü sənə daha da yaxın sanar da belə deyək. Daha da Bəli. yaxın bilər. Hı hı. Deyir sonra iş eləməz, yəni xidmət göstərməz. Deyir ki, sən elədiyin yaxşılıqlara yəni lovğalanar da. Aha. Belə deyək də Sənin söhbət. hörmətinə yabancı qalar. Bəli, yad münasibət bəsdir. Belə deyək, Bəli. söhbət hansı insandan gedir? Əlbəttə ki, nadan insandan. Yəni əgər Nadan. nadan biri səni tərifləyirsə, sən heç zaman onun tərəfinə aldanmamalısan. Çünki o insan necə bir insandır? Yəni nadandır da, belə deyək, arif insan deyil. Sən onu öyəndə o lovğalanacaq deyir. Bəli. Özünü nə sanacaq? Sənin yoldaşın yox, daha yaxın, yəni qohumluq əlaqəsi kimi əmoğlun sanacaq. Və sən onu deyib buyurursan hansısa bir xidmətə, hansısa bir iş dalı ilə göndərsən, o neyniyəcək? O işə əl qoymayacaq daha. Çünki o insan lovğa insandır və lovğalar hörmət qanmırlar da bir sözlə. Lovğa insanlar neynir? Hörmət qanmırlar. Boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki ürək. Və burada nə deyir? Nə demək istəyir? Deyir boyun böyüklüyü böyük olması gərəkmir. Gərək insanın nəyi böyük olsun? Yəni uca Ürəyi boy, böyük olsun, hörməti böyük bəli, olsun, hörməti ağlı böyük böyük olsun. olsun. Onun, yəni insanın boyuna görə ona qiymət verilmir. Onun ağlına görə qiymət verilir. Dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Nə deyir burada da? Bax, nəyi Deyir ki, dünyada tərifləyir? ağıldan üstün bir şey yoxdur da. Bəli. Eee, Deyir O yəni qulun o hamıdan daha üstün, yəni hər şeydən daha üstündür. Bəli, yəni insanın hər bir şeyini əlindən almaq olar, düzdürmü həyatda? Ancaq ağlını Bəli. heç kəs əlindən ala bilməz. Yəni ağıllı insanı heç kimin yanında belə deyək də qul vəziyyətinə salmaz. Əgər bir insan ağıllıdırsa, müdrikdirsə, arif bir irsidirsə, yəni heç zaman heç bir şəxsin yanında qul olmaz. Yəni onun əlaltısı belə deyək də köməkçisi olmaz. Hər zaman dünyada ən böyük ustadı ağıl sayır. Sonra deyir, sənətdə tək olan bu xəqanidən gəl incə mənalı fikir eşitsən. Qorun pis adamdan, anla ki onlar əqrəb tək kor olar, ilan tək lal kar. İndi baxaq. Burada şairin özünə müraciəti var yoxsa yox? Var müəllim, Xəqaniyə özünə müraciət eləyir. Yox, burada özünə müraciət eləmir, yəni bizə müraciət eləyir, yəni bizə məsləhət verir. Bəli, əslində belə deyək, adətən qəzəllərdə şair son beytdə öz adını çəkir, düzdürmü? Burada isə son Bəli. beytdən əvvəlki beytdə öz adını çəkir və nə deyir? Deyir ki, özünü sənətdə tək adlandırır. Demək, nə adlandırır? Özünü sənətdə tək birisi adlandırır. Deyir, sənətdə tək olan bu xəqanidən neynə? Gəl incə fikirlər sən Yəni incə məna. eşitsir. Bəli, bir növ özünün sənətdə tək olduğunu vurğulayır və pis insanlardan qorunmağı tövsiyə eləyir. Düzdürmü insanlara? Deyir, pis insanlardan qoru. Anla ki, onlar necə birisidirlər deyir. Hə, onları nəyə bənzədir? Bax, hansı əlamətlərinə görə İlana onu yadda Əqrəbə hansı əlamətinə görə bənzədir? tək kor olar. Kor. Bəs ilana hansı əlamətinə görə bənzədir? Tək balkar. Bəli, deyir, onlar deyir, əqrəb kimi kor olarlar, ilan kimi lal və kar. İndi burada artıq məzmunu bitdi demək olar ki,
gənclərə nəsihətin. Baxmayaraq ki, yenə də dərsin önündə də qeyd elədik ki, Nizamidir, Xəqani Şirvanidir, onların bu gün də yaşamalarının səbəbi belə bütün dövrlər üçün aktual olan mövzulara toxunmaqdır. Baxmayaraq ki, görün neçə əsr öncə yazılan bir əsərdir və o dövrün gənclərinə nəsihət verərək onları ibrətli bir yola dəvət eləyən Xəqani Şirvaninin bu gün də məncə demək olar ki, bu nəsihətlərinə bir çoxlarımız neynəməliyik? Əməl etməliyik. Baxmayaraq ki, Deməli, 21-ci əsrdə yaşayırıq. İndi əsərin əvvəlində dedik, bir daha yadda saxlamaq niyyəti ilə bəzi şeylərə baxaq. Dedik ki, əsər hansı növdə yazılıb? Hə? lirik növdə əruz Lirik vəznində növdədir, yazılır. əruz vəznindədir və məsnəvi Məsnevi formandadır. şəklindədir. Məsnəvi də bilirik də nədir? İkilidir, düzdürmü? Məsnəvi formasında, şəklində Bəli, yazılıbsa ikili. Şeir vahidi də beytdir. Bilirik, qəzəllərdə də, əruz bəli. vəznində də ümumiyyətlə yazılanda beytdir. İkili şəklində də qafiyələnmə bildik də, qeyd elədik. AA, BB, C şəklində. Məsələn, qəzəllərdə nə olurdu? Birincisi AA olurdu. Qəzəldə adətən belə olurdu. AA, sonrası BA, CA şəklində bir dənə birincisi həm qafiyə olurdu. Amma bu ümumilikdə məsələn formasında yazıldığına görə nədir? Hər iki misra bir-biri ilə qafiyələnmişdir. Qafiyələnir. Demək ki, məncə bir şey qalmadı. Əsərin məzmunu ilə bağlı demək olar ki, hər bir şeyi dedik və ən yaxşı mənzilinin vəfa mənzili olduğunu xatırladır və insanları neynir? Vəfalı olmağa, etibarlı olmağa səsləyir. Dostluqda möhkəm olmağı bildirir ki, necə olmaq lazımdır? Dostluqda möhkəm olmaq lazımdır. İndi isə keçək digər Nizami Gəncəvinin Sultan Səncər və qarısına, indi görək 55-ci səhifədə idi səhv etmirəmsə. İndi onun da təhlilinə baxaq. Baxın, Nizami Gəncəvinin də bir sıra əsərləri bugünkü dövrdə demək olar ki, yazdığı bütün əsərlər öz aktuallığını qoruyub saxlayır. Və o boyda dahilik var ki, onun əsərlərində. Yəni insan sanki bir xəzinəyə, hikmət xəzinəsinə girmiş olur onun əsərlərini oxuyarkən. Və Sirlər Xəzinəsində olan o hekayətlərdə, məqalətlərdə də daha çox nə var? Baxın, ədalətli hökmdara çağırış var. Hökmdarları ədalətə çağırır, ədalətli olmağa. Yəni bir çoxlarında istəyir Nuşiravan və Bayquşların söhbəti olsun, istər Sultan Səncər və qarı olsun, yenə bir çox məqalət və hekayətlərində əsasən şahları ədalətli olmağa səsləyir, rəiyyətin dediyi ilə oturub durmağa, onlara mərhəmətli davranmağa səsləyir. Burada da Sultan Səncər deyirik ki, mövzusu nədir? Hə? Mövzu etibarilə nədir? Nə Burada deyə onu bilərik? hökmdarı ədalətli olmağa çağırırdı. Hə, bəli, Ə, çağırış var, amma xalq və mövzu hökmdarın etibarilə problemlərinə həsr olunur. bəli, demək olar ki, rəiyyətlə hökmdarın problemi burada öz əksini tapmışdır. Yaxşı, bəs o zaman ideyasını deyərik nə olar? İdeyası nə Orada olar? hökmdarları ədalətli olmağa çağırır. Hə, hökmdarları ədalətli olmağa çağırış var. Yaxşı, problem nə idi? İlk öncə ona baxaq, sonra keçək əsərin təhlilinə. Problem nə idi burada? Orada Qarı Sultan Səncəri ittiham edirdi də, azğınlıqla, mərhəmətsizliklə ittiham edirdilər. Onlar deyirdilər ki, sən qatili evində saxlayırsan. Hı Yəni hı. günahlandırırdılar da onu. Qarı Yəni, hı qarı hı. da bu ədalətsizliyə dözməyib hökmdarın yanına gedirdi, amma hökmdar da onu dinləmirdi. Onu deyirdi ki, yəni cəza verəcəyini ona deyirdi. Hı hı. Əslində Bir də orada baxaq. şey var. Hə. Qarı Sultan Səncər zalımlıq edib hər tərəfi talan etdiyinə görə orada onu türk yox, hindli quldar adlandırırdılar bir də. Bəli, o hissə də var. Demək dedik ki, əsər nədir? Bax, birinci demək gənclərə nəsihət hansı növdə idi? Lirik növdə, düzdürmü? Lirik Amma növdə, əruz Sultan vəznində, bəli. Səncər və qarı isə hansı növdədir? Epik növdə, Epik əruz növdədir. vəznindədir. Bəli. Və dedik ki, nədir? Mənzum. Mənzum hekayədir. Bəli, Hekayə mənzum. janrındadır. Bəli, hekayədir. Demək ki, deyəcəkmi ki, burada sujet xətti var, deyə bilərik?
Vahid süjet xəttinə malikdir, bəli. Bəli, vahid belə deyək də öz daxilində süjet xəttinə malikdir. Yaxşı, bu Malik. necədir? Ölçüsü necədir bunun da? Forması necədir? Məsnəvi formasındadır bu da. Bəli, bu da məsnəvi formasındadır. Hardan bildik? İki şəkildə AA, BB, Bəli. bəli, söydü, döydü, CC şəklində qafiyələnmişdir. Dedik, problem nə idi? Problemi nə idi? Ə, Qarı Sultan Səncəri ittihamlıydılar, günahlandırırdılar. Problem, bəli, qarının belə deyək də, təhqir olunması, döyülməsi, Bəli. söyülməsi idi. Problemi yaradan səbəblər nə idi? Hökmdarın ədalətsizliyi, Bəli, zülmkarlığı. deyə bilərik, həm o idi, həm də ki, qarının belə deyək də, darğa tərəfindən günahsız yerə İttiham olunması. cəzalandırılması idi. Bəli. İndi bir yerdə baxaq təhlilinə. Əminəm ki, bundan sonra daha bu əsərlə bağlı da heç bir narahatlığımız qalmayacaq. Başlayaq. Zülm edib bir qarıya çox utdurmuşdular qan. O da Sultan Səncərin tutaraq yaxasından. Dedi ki, səndə insaf az görmüşəm, qulaq as. Səndən gördüyüm zülm əsla hesaba sığmaz. Bir kefli darğa gəlib evimdə məni söydü. Salıb təpiy altına, doyunca döydü, döydü. Mən günahsız qarının saçlarına atdı əl. Üzü üstə sürüdü. Evdən çölə, əlbəl. Camaat arasında söyüb məni qudurdu, evimin qapısına zülmün möhrünü vurdu. İndi başladıq. Demək dedik ki, birinci baxaq. Əsər necə başlayır? Qarının sözləri ilə, yoxsa müəllifin sözləri ilə? Müəllifin sözləri də. Bəli, bir növ burada həm təhkiyə var, düzdür? Bəli. Həm də təsvir. Və sonra artıq bu dedi hissədən nə başlayır? Artıq Qarının orada qarının sözləri. Bəli, bir növ qarının danışığı. Bu əsərdə ümumiyyətlə biz hökmdarın danışığına rast gəlmirik. Yəni hökmdar tərəfindən səsləndirilən hər hansı bir fikir, hər hansı bir söz olmur. Hər bir halda qarı onu belə deyək, cəsarətli şəkildə ittiham eləyir. Yaxşı, biz burada bir dənə də qarı obrazı hansı, nədə qarşımıza çıxır belə cəsarətli bir qarı obrazını nədə deyə bilərik? Nədə belə bir cəsarətli qarı hansı Hə, yadınıza düşüb? Nədə var idi belə bir cəsarətli qarı obrazı? Hı, Qarı obrazı. cəsarətli idi, şahdan qorxmurdu, ürəyindən keçən hər bir şey deyirdi şaha. Xəzinə Qaya əfsanəsi yadınızdadır? Xəzinə Qaya Xəzinə Qaya, hə, əfsanəsi. bəli, Bəli, bəli. orada da bax eynilə orada da qarı bir növ üzünü tutmuşdu və hökmdarı belə deyək də necə var eləcə də ittiham eləyirdi, onu günahlandırırdı, heç nədən qorxmurdu, nə heç bir cəzadan qorxmurdu, yəni çox-çox cəsarətli idi, düzdür? Eynilə burada da bax nə deyir? Deyir ki, qarı başlayır, nə başlayır? Deyir ki, sənin deyir bu hesabın, səndə gördüyün bu zülm deyir, heç vaxt hesaba sığmaz deyir. Bir kefli darğa. Darğa da bilirik də kimlərə deyilir? Ən azından məlumatlıyıq, eləmi? Darğa. Darğa. O zaman asayişi qoruyan, indi elə bil ki, məsələn, polislərin müxtəlif növləri yoxdur, asayişi qoruyan polislər yoxdur. Eləcə də o dövrdə bir hərbi rütbə kimi fikirləşək də, rütbəli bir şəxs. Və gəlib qarını neynədi? Evində söydü, təpiy altına salıb döydü. Döydü. O hətta saçlarına da əl atdı. Bəzən testlərdə çox xırdalıqlarına qədər gəlir. Hətta sual ola bilər ki, saçlarına əl atdımı? Bəli, saçlarına da əl atdı, Bəli. təpiy altına da saldı və onun deyir evimin qapısına zülmün möhrünü vurdu. İndi görək digər hissəyə keçid alaq. Dedi. İndi artıq bu hissədən kimin sözləri başlayır? Dedi deyirəmsə, Burada deyəsən Səncər, Sultan Səncər. darğanın sözləri başlayır. Qarğanın, hə, Deyir, bəli. hə. Dedi, ay qozbel qarı, söylə filan gecədə filan kəsi kim vurdu yaşadığın küçədə? Demək qarıya gəlib nə deyir? Deyir ki, hə, nə soruşur qarıdan? Deyir ki, yaşadığın küçədə deyir kim vurdu yəni o filan kəsi? Bəli, hər hansı bir hadisə cinayət işi baş vermişdi, düzdür? Sərxoş Bəli, bəli.
Darğı isə gəlib bunun hesabını bir növ qarıdan soruşurdu. Deyir, evimi çox Hə. axtardı, qatil hardadır deyə. Ey padşah, bu həqarət sığarmı yerə göyə? Darğanın sərxoşluğu olmuş bu işə maya. Bəs niyə mən yazığı salır qısma boğulmaya? Vilayəti soyarkən padşahın adamları, cinayətkar olarmı bundan məgər bir qarı? Baxa, bax burada açıq şəkildə Sultan Səncəri ittiham eləyir. Nə deyir? Deyir, bu işə səbəb olan nədir? Bax, mənim bu halıma düşməyimə səbəb olan nədir? Deyir, Nədir? darğanın Darğanın nəyi? sərxoşluğu. Bəli, sərxoş idi də, ümumiyyətlə elə bil nə etdiyini bilmirdi. Mən deyir, gəldi, Bəli. qısma boğmaya saldı. Deyir, bu padşahın adamları deyir, bu boyda vilayəti soyurlar deyir. Bunda bir qarının günahı ola bilərmi deyir. Demək belə deyək də, biz buradan artıq bildik ki, biraz özbaşınalıqdır, düzdür hakimiyyətdə və padşahın Bəli. adamları özlərinə haqq bilirlər. Kimi necə gəldi, rəiyyətlə necə gəldi davranırlar və kimi nədəsə ittiham eləyə bilirlər. Bu Bəli. zülmə əl atarkən darğa xalq görə-görə mənim ismətim, sənin ədlin salınmış yerə. Deyir, məni bu hala salanda darğa, yəni insanların gözü görə-görə mən bu hala salınıramsa, mənim ismətim, namusum əldən gedir. Eynilə də sənin nəyin, bax, sənin nəyin? Sənin ədlin. Ədalətin yəni. Yəni sənin ədalətin Bəli. əldən gedir, mənim isə ismətim, namusum. Bu yaralı sinəmdən bir də axıtdılar qan. Özümü itirmişəm, qalmamışdır məndə can. Ey şah, dağda çatmasan olurkən qəlbim kabab. Qiyamətin günündə çəkilər səndən hesab. Ah, səndə nə ədalət, nə mərhəmət görürəm. Mən səndə sonsuz zülm və əziyyət görürəm. Nədir bax qarşaha? Nədir? Deyir ki, mənim sinəmdən çoxlu qan axıtdılar və bir növ neyinib? Qarı bir növ özündən gedib, düzdür? Bəli, özümü Özümü itirib, özümü itirdim, itirib. məndə deyir can qalmayıb və deyir şaha deyir müraciət edir, deyir, ey şah, dada çatmasan, dad bilirik də kömək mənasındadır, düzdür. Qəlbim kabab, Bəli. yəni qəlbim, ürəyim yanır da. Əgər sən deyir bu vəziyyətdə bizim köməyimizə çatmasan, qiyamətin günündə çəkilər səndən hesab. Mən səndən hesab soruşaram deyir, yoxsa ümumiyyətlə qiyamət günü səni Qiyamət cəzalandırarlarmı? gündə səni cəzalandırarlar deyə. Bəli, yəni sənin bu etdiklərin bu dünyada qalmayacaq. Bir növ onu o biri dünyası ilə qorxudur, düzdürmü? Yəni, Bəli, yəni ən azından deyir ki, o biri dünyandan qorx. Sonra nə deyir? Və elə bil dediyində də peşman olur. Deyir, ah, səndə deyir mən nə görürəm? Ya heç nə ədalət, ədalət nə mərhəmət görürəm, görürəm. bəli, nə də mərhəmət. Səndə sonsuz deyir, uca-bucağı olmayan Gücün bir və əziyyət zülm görürəm. və əziyyət görürəm. Görürəm. Rəiyyətə hər zaman kömək etməli padşah. Səndən xarlıqlar gələr, bizə ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malını. Buna mərdlik deməzlər. Düşün işin dalını. Nə deyir? Nə deyir padşaha? Deyir, Hə. yəni sən həmişə istəyənlərə kömək etməlisən. Hı -hı. Deyir, yetimlərin malını almamalısan, yəni əksinə onlara kömək etməlisən. Bəli. Sənin etdiyin mərdlik deyil. Hı -hı. Bir növ padşah Sonra neynəməlidir? Öz rəiyyətinin, öz belə deyək də, xalqının arxasında durmalıdır, düzdürmü? bəli, kömək etməlidir onlara. Bəli, agah olmalıdır. Hətta biz nağıllarda da görürük belə bir epizodlar. Yəqin ki, yadınızdadır da, Dərzi şagirdi Əhməd nağılının yadınızdadır? Bəli, Hə, orada bəli, belə deyək, Şah Abbasla Vəzir Allahverdi xan deyirik ki, dərviş qiyafəsini geyinib gedirlər İsfahana, düzdür? İsfahana, bəli. Bəli, nəyə görə Orda dərzi gedirlər? Əhmədə deyirdi ki, get çağır onları ki, gedib heç kimə qonaq olmasınlar. Axşam mən Bəli, çağıracam dil onları verməsinlər. Yəni yeməyə. belə deyək də, o dövrdən də hətta görürük ki, qarşılarımıza nağıllarda da çıxır, bəzən keçmişə aid olan bir filmlərdə də ki, yəni şahlar bir növ indiki dövrdə hər kəs şahın
üz simasını tanımırdı ki, düzdürmü? Yəni kim onun qəbulunda olubsa, yaxından görsə ən azından onlar tanıyırdı və dərviş libas olaraq Evet. neynirdilər? Gedirdilər insanların arasına qarışırdılar. Əsasən insanların çox olduğu çarşılara gedirdilər və orada insanların halını, Evet. vəziyyətini, ən azından şahdan razılarmı, narazıdırlarmı öyrənməyə çalışırlar. Bax, qarı da eynilə deyir ki, şah deyir neynəməlidir? Öz rəiyyətinin halını bilməlidir də, Kömək ondan etməlidir. bəli, agah olmalıdır. Deyir, sən deyir, gör yetimlərin, bax burada yetimlərin malı testlərdə də düşür, deyir. Bir deyir, hünər deyil də yetimlərin malını əlindən almaq deyir. Buna mərdlik deməzlər. Yəni sənin elədiyin bu hərəkət mərd hərəkət deyil. İşin arxasını deyir, düşün, sonunu düşün. Çapdırıb qarıları qırdırma gəl acından. Demək, baxın, onların gəl utan bir, qar kimi ağ saçından. Demək, burdan da bilirik ki, demək və insanların, rəiyyətin vəziyyəti çox da yaxşı deyil, düzdürmü? Deyir, qarıları sən gəl acından qırdırma. Deyir, bu onların ağ saçlarından ən azı neynə? Qarı şaha deyir, utanmalısan deyir onların sən bu ağ saçından. Sən bir qulkən edirsən padşahlıq iddiası. Azğınsan, şah deyilsən, sənsən doğuran yası. Padşah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini, gərək məsud, gərək şad. Nə edir şaha? Nədə ittiham eləyir onu? Hə? Ə, deyirsən qulkən belə, yəni padşahlıq iddiası Hı etmisən. hı. Deyirsən azğınsan, şah deyilsən. Hı hı. Sonra deyir ki, padşah öz ölkəsini abad görmək istəyər də, yəni. Bəli, Buna istəyirsə o görə zaman neynəməlidir? deyir ya məsud ya da şadlıq. Bəli, rəiyyəti, bax, əgər bir şah öz ölkəsi yaxşı olsun istəyirsə, rəiyyəti şad olmalıdır. Necə ki, belə deyək, dövlət, güclü bir dövlət istəyirsənsə, xalqın yaxşı yaşamalıdır, düzdür? Ta ki, hamı hökmünə etsin hörmət, etsin baş. Könüllər onu bilsin özünə bir dost, sirdaş. İşlərinlə aləmi alt-üst eyləmisən sən. Söylə bir, özlüyündə nə hünər göstərmisən? İndi bax, bura baxaq. Nə deyir? Deyir ki, siz deyirsiniz, mən deyim. Aha, deyərəm müəllimə. Buyurun. Deyir ki, hamı deyir ki, hökmünə etsin, deyir, hörmət etsin, əysin baş. Hı hı. Deyir ki, sən ona görə də hamıya dost olmalısan, sirdaş olmalısan ki, yəni onlar səni baş əysin də, hörmət eləsinlər. Hı hı. Deyirsən bütün işlərinlə aləmi, yəni ölkəni alt-üst eləmisən. Hı Ə, hı. deyir ki, deyir, yəni sən burada sual verir ki, yəni özlüyündə nə hünər göstərmisən, nə neyləmisən bu ölkəyə, yəni elə bir şey deyir də. Bəli, neynəmisən? Elə burada bir şey yadıma düşdü. Bayaqlarımız Xəzinə Qaya əfsanəsindən toxunduq sizlərlə. Bəli. Hə, hə. Baxın, o Xəzinə Qayada da qarının belə bir ittihamı var idi eynilə. Nə deyirdi şaha? Yadınıza düşür? Yadınıza düşmür? Orda qarının Yox, belə bir mən. qarının belə bir ittihamı var, o zaman deyim. Qarı şaha belə bir şey deyir. Demək, şah əsirlikdə idi. Orda da qarının atası gedib şahı götürüb gəlmişdi əsirlikdən. Özlərinə şah etmişdilər. Demək, qarı ona belə bir fikir söyləyir şaha. Deyir ki, sənin deyir ata-babaların da sənin kimi zalım olduqlarına görə düşmən onlara hücum eləyəndə ölkəmizə, rəiyyət deyir onun arxasında durmadı. Yəni xalq öz hökmdarının arxasında durmadı. Çünki xalq hökmdarından incimişdi. Bir növ insanlarla, rəiyyətlə hökmdarın yaxınlığı yox idi. Və baxmayaraq ki, deyir, biz sayca çox idik düşməndən, amma yenə də məğlub olduq və məğlub olmağımızın səbəbi də sənin ata-babalarının xalqa qarşı zalımlığıdır ki, xalq onların arxasında durmadı, eynilə deyir sənin kimi. Orada da şah söz vermişdi ki, onu əsirlikdən xilas edib gətirəndə ki, ağsaqqalların sözü ilə oturub duracam, yəni xalqla məsləhətləşəcəm, amma gəldi və xalq şahlıq taxtına oturadıqdan sonra tamamilə dəyişmiş oldum. Sonra deyir, söylə deyir, şaha müraciət edir. Sən deyir, nə hünər göstərmisən indiyə qədər? Bir zamanlar türklərin çox yüksəkdi dövləti, bəyənildi hər yanda ölkəsi, ədaləti. Zalımlığın bəllidir, işin peşən talandır. Sən ki hintli quldursan, türk olmağın
yalandır. Burada nə ilə bənzədir? Şahın nə deyir? Nədə ittiham eləyir? Deyir ki, bir Hı zamanlar türklərin dövləti çox yüksəldi. hı. Deyir ki, türklərin hər yanda ölkəsi ədaləti bəyənildi də. Hı hı. Yəni Ə, hə, Türk Türk vətəndaşı bir xalq, ədalətli olmalıdır. Türk xalqının nümayəndəsi ədaləti ilə bəli, hər yanda özünə hörmət tapmalıdır. Amma bəli. şahı nəyə bənzədirdi burada? Şahı nəyə Deyir ki, bənzədir? sən türk olmağın yalandır, yəni hindli quldursan, yəni sən türk deyilsən deyir. Deyir işin peşən talandır, zalımlıqdır, ədalətsizlikdir. Bəli, sən deyir Hindli quldursan deyir, sənin türk olmağın yalandır. Sən türk ola bilməzsən deyir. Çünki türklər hər yanda hörmətə layiqli insanlardır. Dağıldı şəhərlinin evi sənin əlində. Əkinçinin xırmanı dansız qaldı sənində. Ölümün dəhşətindən qorxub bir hesab apar. Növbə sənə də çatar. Əlinə elə hasar. Nə deyir burada da? Deyir ki, hə, əkinçi biz Deyir ki, burdan yəni deyir şəhərlinin evi sən dağıtdın da, yəni sənin əlindən Hı dağıdıldı. hı. Deyir ki, sən əkinçinin xırmanını dənsiz buraxdın. Hı hı. Sonra deyir sən ölümdən qorx da, yəni növbə sənə də çatacaq. Bəli, bir növ Deyir burada da şahı əlini neynir? elə Ölümlə. hasar. Bəli, şahı Bəli, ölümlə hədəliyir. hədələyir. Demək, digərində də elə yenə də toxunaq Xəzinə Qaya əfsanəsinə. Orada da deyir şah çoxlu sayda müharibələr eləyirdi və demək olar ki, əkin-biçin işləri qalmışdı, insanların digər məşğuliyyətləri qalmışdı. Şahın ancaq bu ədalətsiz müharibələrinə əli silah tutan hər kəsi müharibəyə çağırırdı. Orada da elə əsasda qurulmuşdu. Ədalət çırağındır yolunda olma naşı. Bugünündür sabahın ən mehriban yoldaşı. Qarıları sözünlə şad et, sevdir özünü. Sən bu qoca qarının unutma gəl sözünü. Burada elə bil ki, qarı biraz yumşalır deyəsən, hə? Bir Hə, növ, bəli. bir növ başlayır artıq neynəməyə? Biraz məsləhət verməyə. Necə ki, nə deyir? Məsləhət verərək nə deyir? Bax, bu elə bil yol göstərir də. Bir növ Sən qoyur özünü qarılara qarşısına. sevdir. Hə, hə, sonra nə deyir? Deyir özünü şad elə, sevdir özünü. Hı. Deyir ki, yəni mənim dediklərim bu sözləri də unutma da. Bəli, qoca qarın deyir bu sözlərini unutmadı. Gəl özünü sevdir. Nə deyir? Bugünündür sənin bugünün sabahın ən mehriban yoldaşıdır. Nə demək istəyir? Bax, bayaq dediyimiz kimi. Yəni bu gün sən insanlara necə davranırsansa, sabah mütləq şəkildə onun qarşılığını alacaqsan. Bir növ deyirlər, nə Bəli, tökərsən aşına, o da çıxar qaşığına, düzdür? Yəni sənin bəli, bugünkü əməllərin sabahın üçün sənə bir növ yol cizir də. Yəni bu gün yaxşı olacaqsansa, yaxşılıqla qarşılaşacaqsan, pis olacaqsansa, pisliklə. Çəkin çarəsizlərin dağıtma var-yoxunu. Bəlkə o qəmlilərin yeməyəsən oxunu. Sən ki hər bir bucağa ox atırsan bu qədər, acıların qarğışından söylə, qafilsən məgər? Və burada da burada nə da deyir? Hı -hı. deyir ki, yəni çəkin də o çarəsizlərin dağıtma evini, var-yoxunu. Aha, varını Deyir deyir. ki, deyir Hı -hı. onların yemə, oxunu deyəndə yəqin mənim elə mal-mülkünü deyir də. Hmm. Deyirsən ki, hər yerə deyir ox atırsan, amma onların qarğışından deyir qorxmursan, onların varını, dövlətini deyir dağıtma. Hər bucağa deyir hara gəldi, yəni bir növ zərər vurursan da. Amma deyir sən deyir bilirsən, yəni acıların qarğışından qorxmursan, müraciət edir. Yəni acıların qarğışı yenə də elə bil bir növ onu qorxudur da ki, acıların qarğışı səni Bəli, tuta bilər. bəli. Unutma ki, aləmi açmağa bir açarsan. Dünyada zülm etməyə yaranmış məgər insan? Sən hökmdar olmusan, yetişəsən haraya, daim məlhəm qoyasan, vurulan hər yaraya. Burada da onun məsləhətlərini görürük. Nə deyir şaha üzünü Bəli. tutaraq? Deyir ki, aləmə Tamam. açmağa bir açarsan. Yəni deyir ki, açsan aça Sağ. bilərsən də Bəli. aləmin açarı. Bəli, bir növ sənin əlindədir də, yəni aləmi, hər bir Bəli, aləmi açmaq, zülm etməyə deyir, məgər insan bir növ bədii sual verir yaranıb. burada. Bəli. Məgər Sən insan deyir bu hökmdar dünyaya, olmusan. bəli, bu boyda deyir hökmdar olmusan, yəni bu mərtəbəyə qalxmısan, yəni bir növ hökmdarlar da seçilmiş insanlar olur da.
Və Bəli. seçilmisən nəyə görə deyir? Çünki sən hər bir xalqın işinə yarayasan, hər bir Bəli. xalqın Yarasına yanında məlhəm olasan, olasan. bəli, onların deyir, yarasına məlhəm olasan deyir. Məgər deyir insan elə həyata zülm etmək üçün gəlib? Yəni insanın başqa işi gücü yoxdur. Elə yüksəldikcə qarşısındakını əzməlidirmi? İnsanın Bəli. elə ən böyüklüyü ondadır ki, özü yüksəldikcə qarşısındakını da yüksəltsin. Yəni yuxarıdan aşağıya heç kəsə baxmasın. Hər zaman rəiyyətin diləyinə qulaq as. Ürəkdən məzlumların ürəyinə qulaq as. Sonra da özünə deyir: "Çox danışdın, qalx, yetər bu şairlik ilhamı. Qana dönmüş qəlbinə qan qoymuşdur Nizami." Özünə müraciət var yoxsa yox? Burada, deyirsən Danış. burada özünə müraciətdir müəllim elə. Qana Yox. dönmüş Yenə də qəlbinə qan qoymuşdur Nizami. Nizami özünə müraciət etmir. Müraciət yoxdur burada özünə və deyir, Hə, yenə bir növ ki, sözünü yekunlaşdır, özünə qalx deyir və yenə də şaha son dəfə deyir ki, hər zaman neynəməlisən? Rəiyyətin diləyinə qulaq asmalısan. Keçək biraz da əlavə məncə bütün demək olar ki, məzmunun hər bir hissəsinə toxunduq. bəli, Düzdürmü? bəli. Nə demək istədiyinə toxunduq. Keçək biraz da testlərinə baxaq sizinlə birgə. Hı. Yəqin ki, məncə elə ən yaxşı halda testlər toplumun belə deyək, testləridir. Həm öyrədici testlər çıxır qarşımıza. Baxaq, səhv etmirəmsə 33-də olmalıdır. Hə. Demək olar ki, 14-cü testdən başlayır. Sultan, siz görürsüz yoxsa necə? Görürük, mən sadəcə biraz yaxınlaşdırsanız daha Hə, aydın hə, olacaq. baxaq. Görürsüz? Yaxşı. Görünür yoxsa necə? Mən hə, görünür, sadəcə biraz uzaqdadır test. Görünür müəllim. Hə, indi göründü, bəli. Hə, keçək elə 15-ci testdən. Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsərində Qarı Sultan Səncəri nədə ittiham edir? Biri səhvdir. Yəni bu Ə, yoxdur. Buyurun. Düşünün, sonra baxaq. Səhv olanlar. mən Yəni verilə deyir ki, bilməz də. əkinçilərin güzaranın ağırlaşmasında. İttiham edir. Bəli, deyir, əkinçinin xırmanı dənsiz qaldı səninlə, deyirmi? Bunu deyir, bəli, hə, səhvi Bəli, istəyir. bəli, Yəni bu bunu var. doğru Bax, bu istəyir. fikir var. Sonra azğınlıqda və mərhəmətsizlikdə ittiham eləyirmi? Bəli, edirdi. Bəli, edir. Dövlət işlərini başqalarına etibar etməkdə ittiham edirmi? Müəllim. Bəli. Qapını Var elə üzürsünüz, bir fikir. sesdir. Hə? Deyir dövlət Mənim işlərini Hə, orada deyir deyə gəldi, tutdu qarının saçından, aha, sürüdü onu. darğa, hə. O, Bəs deyir hə, orada dövlət işlərini başqalarına etibar etmək alınır o nümunə ilə. Çünki orada da xeyr, başqası idi xeyr, da. Sultan Səncərin xeyr, özü xeyr. deyil axı. Bilirəm. Yəni əgər belə deyək də, şah hər yerə özü nəzarət eləyə bilməz ki, öz adamlarını təyin eləyir də, düzdür? Yəni vəzifə etibarilə Hə, belə deyək də onda deyildi də bilgilərlə. səhv. Bəli. Amma yəni dövlət işlərini, yəni şahlığını o heç kimə etibar etməmişdi. Elə bir fikir yox idi ki, yəni şah öz şahlığını kiməsə. Bu 7 gözəl əsərində var belə bir şey, məqam. Bəli, bəli. Yetimlərin malının alınması, bəli, var idi. Yetimlərin malına deyir göz dikmə, padşahın adamlarının vilayəti soyması var idimi? Bəli, var idi. Aha. Vilayət İndi soyunma. keçək. Yenə də Sultan Səncər və Qarı əsərindəki qarının fikirləri ilə səsləşir. Yəni bir növ qarının fikirlərinə aid olanı seçirik. Buyurun, fikirləşin, deyək, Mhm. əsaslandıraq. Hansı ola bilər? Burada deyir, ədalətə aparan yolun özü çox vaxt daşlı kəsəkli olur. Bu Müəllim, məncə Y variantıdır. Hakim canidirsə, Bu vay o olmur. dövlətin halına. Yaxşı, siz yeni qeyd elədiniz. Başqa fikirləşən var? Nə isə fərqli bir şey. Bir dəqiqə deyəcəm müəllim indi. Deyir, ədalətə aparan yolun özü çox vaxt daşlı kəsəkdən olur. Bax, fikir nədir?
Yəni ədalətli qərar vermək üçün bir növ sən neynəməlisən, çox belə daşlı kəsəkli yollardan Çalışmalısan, keçməlisən. bəli. Bəli, belə bir fikir var. Ədaləti Orada elə bir fikir yox idi. ədaləti elə pozan belə deyək də ölkənin başında duran insanların özü idi. Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Var burada müharibələrin sonlandırılmasını istəməkdən və yaxud da ki, sülhə çağırışdan. Yox, bu xeyri, bu da yox idi. Xeyr, demək olar bu fikir də yoxdur, bu fikir də yoxdur. Torpağa mərhəmət xeyirdir inan. Lütf etsən gül verər, zülm etsən tikan. Var belə bir fikrimiz? Xeyr, bu da yox. Xeyr, yoxdur. Əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir? Yəni önəmli olan odur ki, haqqın kimin tərəfində olduğunu tap. Belə bir şey var? Xeyr, bu da yox idi. Hakim canidirsə vay o dövlətin halına. Bəli, budur. Elə yedi. Bəli, demək Y variantıdır. Bəli, şahı elə canilikdə ittiham edirdi. Yenə də Sultan Səncər Qarı əsərində darğanın qarıya zülm etməsinin səbəbi nə idi? Məncə rahat bir testdir. Buyurun. Müəllim C variantı darğa qarının qatilinin evinə zəfini zənn etmişdi ona görə. Bəli, darğa deyir, bəli, deyir, ey qozbel qarı, filan kəsi kim verib filan gecədə, düzdür? Bəli, demək oldu C variantı üzündə çox qalmayan rahat bir test idi. Nizami Gəncəvinin Sultan Səncər Qarı mənzum hekayəsi ilə bağlı yanlış istəyir, səhvi. Quruşuna görə məsnəvidir, düzdür? Bəli, düzdür. Sonra ideyası dövrün hökmdarlarını ədalətli olmağı səsləməkdir. Bəli. Bəli, bu da Bəli, bu da demək olar doğrudur. ki, bəli, hər ikisi düzgün fikirdir. Hekayə qarının Sultan Orada- Səncərə müraciəti ilə başlayır. Orada D variantıdır, müəllim. Baxaq, necə? D variantıdır. Yanlış olan. Baxaq, əsər başlayanda mən nə dedim sizə? Dedim ki, qarının sözləri ilə başladı, yoxsa təhkiyəçinin, şairin sözləri ilə? Şairin sözlərindən başladı. Müəllifin Bəli, sözlərindən onda başladı. hekayə B qarının variantı. Sultan Səncərə müraciəti ilə başlayır fikri yanlış olacaq. Mövzusu hökmdar rəiyyət münasibətidir, bəli. Qafiyəsi, bəli, dedi, ikilik şəklində idi. A, B, B, qoşa, C, C bəli. şəklindədir, bəli. Sonra keçdik. Sultan Səncər Qarı əsərində darğa təhqirlərə qarını nədə ittiham edirdi? Bu da rahat bir sualdır. Hansı olacaq? Qatili saxlamağı ehtimalidir. Bəli, qatili Tamam, orada da D saxlamaqdır. variantıdır. Bəli, Bəli. bu da. Keçdik. Sultan Səncər Qarı mənzum hekayəsindən götürülmüş beyitlərin izahı ilə bağlı uyğunsuzluq. Yəni, beytin açması bir növ özlüyündə özünü əks etdirmir. Dedi, ay qozbel qarı, söylə Orada filan B-dir, gecə. müəllim. Baxaq. B variantıdır. Nə? Necə? B B variantı sorasız. B. Uyğunsuzluq B-dir də. D deyirsiniz. B. B. Yox, B Yaxşı. deyil məncə. Bəli. Başqa fikri olan var? Başqa olan var? D-dən başqa. B-dəyə baxaq. Deyir, ey şah, dada çatmasan, olurkən qəlbim kabab. Qiyamətin günündə çəkilər səndən hesab. Qarı demək istəyir ki, əgər şah onun köməyinə çatmasa, o qisası qiyamətə qoymayacaq. Əslində nə deyirdi qarı ona? Əslində nə deyirdi? Hə, nə deyirdi qarı ona əslində? Hə, əslində qarı bir fikir söyləyir. Deyir ki, bu qiyamət günü bunun haqqını, hesabını neyniyəcəklər? Səndən soruşacaqlar, düzdür? Hesabını soracaqlar. Bəli, bunun hesabını səndən soracaqlar bir növ. Yəni, bir növ onu qiyamətlə qorxudurdu da, dedik, bir çox məqamda şahı həm qorxudur, həm onu danlayır, həm məsləhət verir, həm nəsihət verir, bir növ ədalətli olmağın yollarını göstərir və burada da demir ki, mən sənə qisası alacağam, səndən qisas alacağam, elə bir şey yoxdur ki, sənə əslində onu neynir? Bir növ qorxutmuş olur da, belə deyik. Yaxşı. Baxaq 30-cu testə. Bir dəqiqə, baxaq neçənci test işləyirdik biz?
30-u. 21-də idik. Yox, 21-də idik dedim axı Hə, qiymət yox. elə bilim indi dediniz hardasınız. İndi siz Aha. dediniz 30. Baxaq, burada da Sultan Səncər və Qarı mənzum hekayəsindən verilmiş beytlərin izahı ilə bağlı uyğunsuzluq. Baxaq, baxın ilk öncə siz. Mən orada 7. Y-də nə var? Bəli, cavab Y-dir. Baxaq nə deyir? Y-də səhv olan nədir? Sən hökmdar olmusan, yetişəsən haraya. Daim məlhəm qoyasan, vurulan hər yaraya. Nə deyir burada? Deyir ki, onun əvvəlki deyir, ölkəsini ədalətlə idarə etməyə çağırır. Baxaq, yada salaraq onun əvvəlki tək. Axı biz onun əvvəllər belə deyək, bir ədalətli şah olması haqqında məlumatımız yoxdur, düzdür? Yəni əvvəl ədalətli olub, sonra belə olub deyə bir şey yoxdur. Bəli, ona görə də Y variantıdır. Yaxşı, açıq suallar. Nöqtələrin yerinə uyğun gələn düzgün fikirlər. Nizami Gəncəvinin Sultan Səncər Qarı mənzum hekayəsindəki qarı. Hökmdarı, düzgün fikirlər. Demək, qarı haqqında düzgün fikirlər seçməliyik. Hökmdarda ədalət və mərhəmət görmədiyini bildirir. Bir müəllimə. Düzdür? Düzdür? Bir düzdür. Bəli, bir bir doğrudur. düzdür. Hökmdarı İki yanlışdır. yalnız şəxsi dərdindən, bəli, yalnız onun rəiyyətin dərdi idi, Yox. xalqın elin problemi idi, öz şəxsi yox. Sultan Səncərin padşahlığı layiq olmadığını doğrudur. üzünə deyir. Bəli, Bəli. bu doğru müəllim. Bəli, hökmdarın göstərişi ilə işgəncəyə məruz qaldığını söyləyir. Yanlışdır. Bəli, yəni Yanlış. hökmdar elə bir qərar verməmişdir. Göstəriş demədim. Sultan Səncəri ədalətli olmağa çağırır. Doğrudur. Bəli, bu Bəli, bu doğru da fikirdir. doğrudur. Aha. Yenə də qarı obrazı ilə bağlı düzgünlər istəyir. Hökmdara yalnız darğadan şikayət eləyir. Xeyr müəllim. Bu yanlışdır. Bəli, çünki xalqın vəziyyətindən, əkinçidən, şəhərlidən hamıdan şikayət edir. Hökmdarı azğın, zalım, talançı adlandırır. Doğrudur müəllim. Bəli. Ədalətsiz hökmdarın gec-tez cəzaya çatacağını bildirir. Bu Bu da da doğru. doğrudur. Bəli. Sultan Səncərin padşahlığa layiq olmadığını üzünə deyir. Bu da Bəli, doğru. bu da Bəli, doğrudur. gör necə cəsarətli qarı olub. Baş verən cinayətə şahid olmuş, qatili evində gizlətmişdir. Xeyr Var müəllim. Yanlışdır. Bəli, elə bir fikrimiz Onu yoxdur. sadəcə Ümumiyyətlə, ixtisam edirdilər. bəli, ümumiyyətlə demək olar ki, o haqda məlumat verilmir. Yaxşı, burada da deyir ki, Sultan Səncər qarı əsərində qarının mühakimələrinə əsasən Sultan Səncər obrazını səciyyələndirən. Demək, qarının dediklərinə görə biz neyniyəcəyik? Sultan Səncər obrazının bir növ xüsusiyyətlərini. Ədalətsiz və mərhəmətsizdir deyə bilərik Bu Sultan doğrudur Səncər. müəllim. Bəli. Bəli müəllim. Dövlət işlərini sərxoş darğalara etibar edib, keyf məclislərində gününü keçirir. Aid ola bilər? Xeyr. Xeyr, yanlışdır. Yenə deyirik, Olmaz. bu 7 gözəl əsərinə aid olan fikirdir. İşləri ilə aləmi alt-üst edir. Bəli, Bəli. düzdür. Bəli. Talançı və quldurdur. Bəli. Bəli. Bu da Bəli. Apardığı müharibələr əhalini çıxılmaz vəziyyətə salıb. Ümumiyyətlə, orada Bəli. müharibələrə mövzusuna toxunmuşdu, yoxsa yox? Yox. Səhvdir. Toxunulmur müəllim. Bəli, toxunulmayıb. Demək, cavabımız olur o zaman 1, 3 və 4. Yaxşı, klasteri tamamlayaq. Demək, Sultan Səncər və qarı mənzum hekayədir. Demək, nəyi seçəcəyik? Bax, bu növ klasterlər olanda, əgər birincidə yanlış veribsə, yanlışları seçirik də, bilirik. Yox, əgər doğru fikirdirsə, o zaman doğruları. Mənzum hekayədir, demək, doğru fikirdir. Təsvir təhqiq əsasında yazılmışdır. Bəli, bu da doğrudur. Bəli, doğrudur. Doğrudur. Bəli. Qarı ilə Sultan Səncərin dialoqu şəklindədir. Xeyr. Heç Sultan Xeyr, Səncərə dialoq qarı şəklində qoydu ki, deyil. Qarğanın da var. qarı imkan verdi Bəli. ki, Sultan Səncər ağzını açsın. Xeyr, imkan vermədi. Verməz, çünki çox cəsarətlidir. Artıq o deyir, canından bezibdir. Xalq və hökmdar probleminə həsr edilir. Bəli. Bəli. Dedik ki, rəiyyətlə şahın problemi bir növ. Geniş epik təsvirlərə əsaslanır. Yəni, burada epik təsvirlər, belə lövhələr, canlandırılan heç bir şey. Axı, hekayələrdə geniş olmur, düzdür. Hekayə qəhrəmanları sayca az olur, yığcam olur, süjet xətti qısa olur və orada çox şaxəli problemlərə toxunulmur da. Obrazlar da az olur, problem də az olur.
İndi keçdik. Sultan Bəli. Səncər Qara əsəri ilə bağlı düzgünləri. Şair qarının dili ilə dövrünün hökmdarlarına ədalətli olmağı səsləyir. Düzdür? Bəli müəllim, düzdür. Bəli, bir növ onun Bəli. subyektiv fikirlərini bir növ Doğru. qarından səsləndirir. Sultan Səncər sonda Darğanı əməllərinə görə cəzalandırır. Xeyr Xeyr, elə bir müəllim, şey belə bir şey yoxdur. yoxdur. Dövlətin ədalətlə idarə olunma məsələsində diqqət yetirilir. Düzdür? Bəli. Bəli, Bəli. dövlət deyir, ədalətlə Hə. idarə olunmalıdır. Edilən zülm və haqsızlığın yerdə qalmayacağı Bəli vurğulanır. müəllim, Bəli. doğrudur. Bəli, Sultan Səncər qarının sözlərinə nəticə çıxararaq pis əməllərə son qoyur. Xeyr, yanlışdır. Yox Sultan müəllim. Səncərdə biz onu görmürük. Yalnız dinləyir. Demək, burada qarı danışır. Belə qarı, indi bir sual verim uşaqlar. Elə yadıma düşmüşkən. Baxın, burada qarı danışır, Sultan Səncər dinləyir və qarının danışığı ilə biz Sultan Səncərin necə biri olduğunu haqqında məlumatımız olur, düzdür? Bəs hansı əsərdə deyirik ki, tipi öz dili ilə danışdırır və öz qüsurlarını nəzərə çatdırır? Hansı əsərdə idi bu? Hə? Hansı əsərdə idi? Bax, burada qarı bir növ onun səhvlərinin üzünə gəldi. Onun necə bir insan olduğunu, necə bir hökmdar olduğunu biz qarının danışığından başa düşürük. Bəs hansı əsərdə özü öz dili ilə özün belə deyək də şəxsiyyətini canlandırır, öz qüsurlarını deyir. Çox əsərlərdə var. Məsələn, biri Əkinçi şeiri. Sabirin. Düzdür? Bəli, mənim. Mülkədar oldu Bəli. özünü. Bəli, mülkədar Əslində başlayır. deyəcəkdim, prosta dedim birdən yanlış Ya, oldu. niyə ki, deyək, yanlış olacaq, düzəldəcəyik və yaxud da aydınlıq gətirəcəyik və yaxud da yanlış olsa belə, yəni hardasın sən orada, demək ki, siz orada düzgün məqam görürsüz də. Burada da var. Sonra demək, Müsibət Fəxrəddində də var, eləmi? Rüstəm bəy. Bəli. Özü-özünü başlayır, mən filankəsin evinə od vurmuşam, filankəsinin evini dağıtmışam, nəsə. Yəni bir çox əsərlərimizdə toxunulur. İndi baxaq burada bizdən yanlışı istəyir, yanlışı. Qarı ittiham Mənim edilir. orada poçt qutusunda da elədir. Nədə? Poçt Dəli qutusunda Məmməd Qocadənin hansı xüsusiyyətlər? O avamlıqla bağlı özünü deyirsən? pisləmədə, Yox, orada pisləmədə. deməzdim. Dahiləm. Orada deməzdim. Çünki orada belə deyək də, biz onun iç aləmini, etdiyi hərəkətləri, özünü necə qiymətləndirməsini, onun danışığı ilə biz onu tanımırıq da bir növ. Hə, avamlıq var idi, amma yəni biz onun o dövr üçün xarakterik bir avamlıq idi da, elə bil Novruzəlin surətinin obrazın təsvirində bizə vermişdi. İndi bizə deyir ki, səhv olanları. Qarı ittiham edilir nədə? Darğa tərəfindən qatili evində gizlətməkdə, düzdür? Mən bu doğru deyib Bəli. götürürəm. Bəli, bu doğru fikirdir. Bəli. Sultan Səncər tərəfindən cinayət törətməkdə ittiham Bunu edilir. götürürük. Çünki bu yanlış. yanlışdır. Bəli, Bu yanlış götürülür. fikirdir. Darğa tərəfindən yaşadığı küçədə adam öldürməkdə. Bəli. Bu yanlış olduğu üçün ona götürürük. Bəli, yəni qarı Bəli. adam öldürməyib. Əslinə deyirdi ki, qatili gizlətmisən. Qarı ittiham edir. Burada artıq qarı kimisə günahlandırır. Darğanı sərxoş halda onu qısma boğmaya salmaqda, düzdür? Bəli. Yaxşı. Amma qarı Darğanı ittiham eləyir, yoxsa Sultan Səncəri? Qarını. Qarı Darğanı ittiham eləyir, yoxsa Sultan Səncəri? Burada Hə, Darğanı Sultan ittiham edir Səncəri. ki, Sultan sərxoş Səncəri. Bəli, burada Darğa əslində Darğadan şikayət eləyir. Amma belə deyək, ittiham etdiyi kimdir? Sultan Səncərdir. Sultan Səncəri adamları vilayətin soymaqda ittiham eləyir. Bəli. Sultan Səncəri yetimlərin malını əllərindən almaqda. Bəli. Demək ki, Azğınlıq, fikirlər- mərhəmətsizliklə Bəli. ittiham edir. Bəli, səhv Bu doğrudur fikirlərimiz müəllim. oldu. 2, 3 və 4. Demək, burada artıq burada digər əsərləri ilə belə deyək, birlikdədir. Ona görə demək olar ki, demək olar ki, Bitir. paylaşımız durduq. O zaman dimdə olan, topluda olan bütün testlərə demək olar baxmış olduq, aydınlıq gətirdik. Əminəm ki, sizin üçün
faydalı oldu. Ən azından əsərlərin Bəli, üzərindən keçdik. Bəzi şeyləri xüsusilə Bəli, qeyd çox sağ elədik, olun. yadda qalsın deyə. İnşallah ki, gələn mövzularımızda yenidən görüşərik və əgər sizin də hər hansı bir əsərin təhlili ilə bağlı xüsusi olaraq bir istəyiniz varsa, əlbəttə ki, yazıb deyə bilərsiniz və həmin əsər üzərindən təhlillərimizi apararıq. Lazım gələrsə digər vəsaitdən də uşaqlar testlərimizi işləyərik. Yaxşımı? Yəni istər ERM nəşriyyatının testləri olsun, istərsə də MHM-in testləri olsun, istərsə də toplu testlər olsun. İndi vaxt taparaq çalışacağam ki, onları bir hissəyə, mövzu etibarilə testləri bir hissəyə toplayaq. Ümumi belə deyək, hər bir testdə göz gəzdirmiş olaq. Amma ən əsası isə əsərin özünün təhlilidir ki, əsərin təhlilini bildikdən sonra artıq istənilən test qarşımıza çıxır-çıxsın. Yəni ədəbiyyat belə bir şeydir ki, oxuyuruqsa, məzmununu biliriksə, dərindən öyrəniriksə, o zaman istənilən testi asanlıqla nə edərik? Öhdəsindən gələ bilərik. öyrənərik. Yetər ki, öyrənək. Əminəm ki, sizin üçün də bir faydalı bir dərs oldu. İnşallah gələn dərslərimizdə görüşərik. Çox sağ olun Bəli, ki, bəli, çox sağ olun. qatıldınız. Dərsdə çox Bəli, fəal Siz sağ iştirak olun, mənim. etdiniz. Sağ olun. Sizə çox sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun, təşəkkür edirəm. Sağ Xeyirə olun. qarşı. Sağ Sağ olun. olun mənim. Sağ olun. Gecəniz xeyir. Sağ olun.